Hindistan, İran, İtaliya və Böyük Britaniyadan olan bir qrup alim gözlənilməz bir nəticəyə gəlib. Depressiya və narahatlıq ağız boşluğunun mikrobiotası vasitəsilə, xüsusən də öpüşmə zamanı insandan insana keçə bilər. Bu barədə Hindustan Times nəşri Exploratory Research and Hypothesis in Medicine jurnalında dərc olunmuş araşdırmaya istinadən məlumat yayıb. Araşdırmaya 6 aydan az müddətdə evli olan 1740 cütlük daxil olub. Alimlər iki qrupu müqayisə edib. Birində partnyorlardan birinə depressiya və narahatlıq əlamətləri var, digərində isə hər ikisi psixi cəhətdən sağlam idi. 6 aydan sonra aydın oldu. Birinci qrupda olan sağlam həyat yoldaşlarının emosional vəziyyətlərində nəzərə çarpacaq dərəcədə pisləşmə, narahatlıq və stressin artması və daha tez-tez yuxu problemləri var. Ən maraqlısı isə budur ki, bir müddət sonra hər iki partnyorun ağızlarındakı mikrobiotanın tərkibi eyniləşir.